Deməli, bugün 4 iyul 2026-cı il tarixdə Azərlotereyanın komandası gəlib Sabirabada bir tədbir keçirib. Yəni tədbir deməyək, çünki heç bir ictimai yükü olmayan, heç bir təbliğat, sosial məsuliyyət formalaşdırmayan bir aksiyadır. Sadəcə bilet satırlar. Deməli, bura gəlirsiniz, girmək üçün, daxil olmaq üçün həmin ərazi var. Həmin əraziyə 2 manatlıq bilet almalısınız mütləq. Bu sizin itirəcəyiniz birinci məbləğdir. Sonra 4 mərhələli oyunlar var ki, o oyunlar da çox adam keçə bilmirdi. Və demək olar ki, gözlənilən 30 bal toplayan da olmadı. 100 nəfərdən maksimum 2 nəfər ya da 3 nəfər orada iştirak edə bilirdi. Daha sonra daha ən yaxşı mükafatlardan biri kimi, belə deyək də, orada Araz Marketdən 20 manatlıq alış-veriş kartı idi. Onda da yenə 5 nəfərin arasında, 6 nəfərin arasında keçirirdilər. O 6 nəfərdən biri ya qalib gələrdisə, ona 20 manatlıq cəmi Araz Marketin alış-veriş kartını verirdilər. Vəssalam. Elan edirdilər ki, telefonlar oynayacaq, telefonlar olacaq, gözləməlisiniz, nə bilim, saat yarım siz orada dayanmalısınız, gözləməlisiniz ki, ya nəsib, ya qismət. Mən gözləmədim, çıxdım, getdim. Çünki maraqlı deyildi. Azərlotereyanın təşkil etdiyi yalnız orada satdığı biletlər idi. Bizə girişdə 2 manata satdığı biletlər idi. Bu qədər bəsit. Amma burada ən dəhşətli mənzərə ondan ibarət idi ki, bu həmin keçirilən ərazidə Sabirabadın 2 şəhidinin xatirə abidəsi var. Təxminən 10 metr aralıda Azərlotereya gəlib belə bir lotereya, belə bir əyləncə xarakterli bir tədbir keçirir. Bunda da işimiz yoxdur. Heç olmasa bunun arxasını çeviriblər, arxalarını çeviriblər şəhidlərin abidəsinə və heç o ərazini də təmizləməyiblər. Orada bir çirkləndirilmiş vəziyyətdədir. Bax, görürsünüz, mənim yanımda 2 şəhidin büstü var və bu şəhidlərin büstünü cəmi 10 metrliyində Azərlotereya belə bir tədbir keçirir. Yəni bu sosial məsuliyyət deyə bir şey var və siz lotereya bileti satacaqsınız, pul qazanacaqsınız, amma biraz da məsuliyyətli olmaq yaxşıdır. Bu da bunların bileti. Bir də cəmaət nəsə düşünürdü ki, bu paketlərin içində görəsən nə var? Heç nə yoxdur, narahat olmayın. Ola bilsin ki, bloknot və bir də qələm var. Çalışın, aldanmayın.